Təbii ki, fəlakət baş verdiyi anda ən çətin məqam axtarış xilas etmə işlərinin aparılması və insanların bir an öncə dağıntıların altından çıxarılması idi. Odur ki, dünyanın hər yerindən Türkiyənin 4-cü səviyyəli beynəlxalq yardım çağırışına səs verildi. İlk köməyə gələn isə əlbəttə ki, qardaş Azərbaycan oldu. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəruri avadanlıqlarla təmin edilərək dərhal zəlzələ bölgəsinə yola salındı. Çıxaracaq abi, çıxaracaq demək. Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət tibbi və xilas etmə heyəti, 8 ədəd xüsusi təlim görmüş xidməti itləri və 3 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi xilas etmə avtomobili Kahramanmaraş şəhərinə ezam edilmişdir. Aparılan axtarış xilas etmə işləri nəticəsində ümumilikdə 17-si uşaq olmaqla 53 nəfər canlı, Kahramanmaraş və Hatay şəhərlərində ümumilikdə bir yerdə 780 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Həmçinin zəlzələnin nəticəsindən əziyyət çəkən 3123 nəfərə lazımi tibbi avadanlıqlar, preparatlar, dərmanlarla təchiz olunmuş 2 mobil hospitalı xidmət göstərib. Həmin gün ölkənin seysmoloqları da iş başındaydı. Əgər onu balla hesab eləsək, 12 ballıq cədvəllə harca 9-10 bala qədər gücündə olmuşdu. Biz orada işlədik, göstərdik, o binaların çoxların o dağılmağının səbəbləri nədən ola bilər, necə ola bilər. Bəzi binalar dayanmalı idi, yəni dözməli idi, normal tikillərdən gedir söhbət. Çünki orada geoloji quruluş o qədər mürəkkəb idi ki, onu deməli belə olan ərazilərdə tikinti aparılarkən hər bir binaltı ayrıca öyrənilməlidir. Türkiyənin bu çətin günlərində Azərbaycan xalqı bir daha həmrəylik, səfərbərlik göstərərək qardaş ölkənin yanında olduğunu nümayiş etdirdi. Vüsalə Məmmədzadə, Nurhan Ələkbərli, Elçin Tağıyev, AzTV xəbər.